Sən sonuncu nəfəsini verəndə səni qəbrə indirəcəklər. Üstündən torpağın ilk zərbələrini eşidəcəksən. Hər bir torpaq parçası sanki bir təsdiqdir. Geri dönüş yoxdur. Və onlar gedəcəklər. Və o zaman səni yaradıldığı yer, yəni torpaq qucaqlayacaq. Amma bu qucaqlaşma nəvaziş deyil. O səni sıxacaq və bu sıxma qəbrin sənin həyatına verdiyi cavab olacaq. Qəbrin sıxmasından heç kim xilas olmayacaq. Bəli, qəbir hamını sıxır, amma eyni cür yox. Alimlər açıqlamışdı, bu sıxma əbədiyyətlə görüşün ilk mərhələsidir. Hətta kamil mömin də qəbir tərəfindən sıxılır, lakin sonra tezliklə buraxılır. Günahkar mömin daha uzun sıxılır, sonra isə buraxılır. Kafir isə davamlı olaraq sıxılır və bu demək olar ki, heç dayanmır. Mömin üçün bu bir anlıqdır, sonrasında isə genişlik, rahatlıq və dinclik gəlir. Qafil və günahkar üçün bu hər hansı sözdən daha sərt məzəmmət edən darlıqdır. Kafir üçün isə bu bitməyən zülmət və əzabın başlanğıcıdır. Və məhz orada insan anlayır ki, həqiqi həyat burada deyildi.